إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Deməli artıq Şaban ayı yarısını tamamladım və sanki il büküldü və Ramazan ayı, mübarək Ramazan ayı yaxınlaşmışdır. Və kimin də keçən Ramazandan borcu varsa bu Ramazana qədər ödəməsi lazımdır. Və Şaban ayı da Ramazan ayına bir vərdiş, məşq, hazırlıqdır ki, Ramazan ayı daxil olduqda insan məşəqqətlə, çətinliklə Ramazan ayının ibadətlərini yerinə yetirməsin. Və Şaban da sanki Ramazan ayı üçün bir müqəddimədir və Ramazanda olunan əməllər Şaban ayında da yerinə yetirilir. Oruc, Quran qiraəti, sədəqə, namaz və s. ki, bununla Ramazan ayını qarşılamaq asanlaşsın və nəfs buna vərdiş eləsin və rəhman olan Allaha itaətdə dura bilsin. Və bir də ki, Ramazan ayına, yəni dua edən insan ki, Allah Teala'dan Ramazan ayına yetişməyi istəyirsə əgər, sadəcə Ramazan ayına çatmaq üçün dua etməsin, əksinə Allah Teala'dan istəsin ki, Allah Teala həm Ramazan ayına afiyətli halda insanı yetişdirsin və həmçinin Ramazan ayını mübarək etsin və Allah Teala'dan istəyirəm ki, bizi Ramazan ayına afiyətdə yetişdirsin və bu ayı bizim üçün mübarək etsin. Çünki əsas məsələ Ramazan ayına yetişmək deyildir. Əsas məsələ Ramazan ayını necə keçirməkdir. Ramazan ayını Allah Teala'nın razı qaldığı halda keçirmək və Ramazandan bağışlanaraq çıxmaqdır. Yəni insan üçün əsas, daha mühümlü olan məhz budur ki, Ramazandan bağışlanaraq çıxmaq. Və Allah Teala'dan istəyirəm ki, bizi buna müvəffəq etsin. Və Allah Teala'nın nimətləri çoxdur. Allah Teala buyurur: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Allahın nimətlərini sayacaq olsanız, onu saya bilməzsiniz. Və bu xeyir mövsümləri də Allah Teala'nın nimətlərindəndir. Ki Allah Teala elə etmişdir, xeyir mövsümləri təkrarlanır. Təkrarlanır ki, insana Allah tərəfindən olan lütf, fəzilət, nimət təkrarlansın və insanda olan fəallıq yenilənsin, salih əməllər etmək üçün, günahlardan, asiliklərdən çəkinmək üçün və özünün əməllərinin halının islahı üçün. Və Ramazan ayı günləri bəllidir, sayı bəlli günlərdir, azdır. Yəni insanın ömrü necə qısadırsa, Ramazan ayının günləri, gecələri də o cür qısadır. Lakin bu qısa günlər, gecələr fəzilətlərlə doludur. Və Ramazan ayında dəyərli, uca xəzinələr vardır. Və ağıllı müsəlmana yaraşmaz ki, bu xəzinələri zay etsin. Ramazan ayının gecə və gündüzlərini əyləncə, oyunla, faydasız şeylərlə zay etməsi müsəlmana yaraşmaz. Və heç kəs bilmir ki, ömür harda bitir və insan Allah Teala'nın verdiyi bu ömrü doğru, düzgün, layiqincə keçirməlidir. Və heç kəs bilmir ki, bu Ramazandan sonra növbəti Ramazana yetişəcəkmi? Çünki nə qədər insanlar keçən Ramazanda bizimlə idi, indi artıq onlar ahirət yurduna qovuşublar. Və ağıllı müsəlman da öz halına baxar,
öz eyiblərini, öz günahlarını fikirləşər və özünü islah edər. Ölüm ona qəflətən gəlməmişdən əvvəl. Ölüm gəldisə əməllər kəsilir. Ondan sonra insan istəsə də, arzulasa da, peşman olsa da heç bir əməl edə bilmir. Bərzəx diyarı və sonra da hesab başlayır. Deməli, xeyir günləri, xeyir mövsümləri bəlli günlərdir. Və sonra bitir, tükənir. Və bu qısa mövsümdə insan əməllərini yaxşı etməlidir. Müqəssirliyini azaltmalıdır. Dünya və axirət xeyirləri üçün çalışmalıdır. Dində, şəriətdə üzərinə düşən vacibi yerinə yetirməlidir. Və həmçinin çalışmalıdır ki, sünnələrə də həris olsun. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına, öz həyatını oxşatmağa çalışmalıdır. Və Allah Resulü sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, insanlar xeyir içindədirlər nə qədər ki, iftarı tez edirlər. Yəni, gün batan kimi iftar edirlər. Və həmçinin buyurur suhur haqqında kitab əhli ilə bizim orucumuz, yəni bizim orucla kitab əhlinin orucu arasındakı fərq səhər yeməyidir. Yəni suhur yeməyi. Oruç tutmamışdan əvvəl, sübh namazından əvvəl yemək. Və həmçinin buyurmuşdu ki, suhur edin. Suhur etməyə rəğbətləndirmişdir. Və müsəlman ən azı heç olmasa bir qurtum su ilə olsa belə suhur etməyə çalışmalıdır. Və Allah Resulü sallallahu aleyhi ve sellem namaz qılmamışdan əvvəl iftar edərdi. Əgər yaş, təzə xurma varsa, təzə xurma ilə, yoxdursa, yəni qurumuş xurmalarla, əgər olmasa onda su içərdi. Və iftar etdikdə də bu zikri demək müstəhəbdir. Zəhəbəl zamə və abtəllətil uruq və səbətəl əcru inşaallah. Və həmçinin oruç tutan insan birdən gün ərzində yeyib içərsə, unutduğu halda orucunu davam etdirməlidir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni sizdən birisi unudaraq yeyib içərsə orucunu tamamlasın. Çünki onu Rəbbi yedizdirib içizdirmişdir və heç bir kəffarəsi də yoxdur. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan orucunu imanla, savab mükafatını Allah'tan umaraq tutarsa, keçmiş günahları bağışlanar. Və yenə buyurur Allah Resulü sallallahu aleyhi ve sellem, kim Ramazanın gecələrini imanla və savab mükafatı Allah'tan umaraq namaz qılar, ibadət edərsə, keçmiş günahları bağışlanar. Və yenə buyurur Allah Resulü sallallahu aleyhi ve sellem, kim imamla birlikdə, imam namazı bitirənə qədər gecə namazı qılarsa, bütün gecəni namaz qılmış savab yazılar. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, kim orucluya iftar verərsə, oruclunun, yəni kimə iftar veribsə, onun əcrinin mislində iftar verənə də mükafat vardır və oruclunun əcrindən, savabından heç nə azalmır. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Ramazanda edilən ümrə mənimlə birlikdə olunan həccə bərabərdir. Və ey müsəlman, ey Rəbbinin razılığını uman şəxs və Ramazan bir fürsətdir. Ramazanda bu qədər böyük xəzinələr vardır. Və bu oruc ayında hər bir müsəlman çalışmalıdır ki, onun salih əməlləri olsun. Əməl dəftəri yaxşı işlərlə də olsun. Oruc, gecə namazı, Quran qiraəti, sədəqə, imkan varsa ümrə etmək, oruclulara iftar vermək və s. yaxşı əməllər. Və bununla da yanaşı oruclu insan orucu yırtan, orucu deşən əməllərdən çəkinməlidir. Müsəlmanların irz, namus, şərəf, ləyaqət, ad sanına ləkə vurmaqdan çəkinməlidir. Və oruclu insan dilini, qulağını, gözünü Allah Teala'nın haram buyurduqlarından qorumalıdır. İmam Əhməd rahimehullah deyir ki, oruclu insan
öz orucuna diqqət eləməli, qorumalıdır. Yəni dilini qoruyaraq, danışığında mübahisə etməməlidir. Yəni boş, batil mübahisələr etməməlidir. Və həmçinin keçmiş salih müsəlmanlar, onlar oruclarını qoruyardılar. Və hətta onlardan bəziləri məsciddə oturardı və deyərdi ki, heç kəsin qeybətini etməmək üçün burada, yəni məsciddə oturaraq orucumuzu hifz edib orucumuzu qoruyuruq. Və kim də hər hansı bir cahil insanla mübtəla olarsa, hər hansı bir cahil insan ona yəni söz atar, təhqir edər və yaxud da söyər onu və cahil dedikdə də yəni şərt deyil ki, namaz qılmayan, ibadət etməyən olsun. Ola bilər namaz da qılır, ibadət də edir, lakin bir insan əgər yəni ağzının danışığına fikir vermir, söyüş, təhqir və s. bu sözlər istifadə edirsə, yəni dili qeybətdən, nəmmamlıqdan çəkinmirsə, bu insan cahildir, ibadət etsə də. Və kimsə bu cür cahil insanla mübtəla olarsa, o cahilin etdiyi pisliyin mislində özü də pislik etməsin. Əksinə, Allah Resulü sallallahu aleyhi və səlləmin tövsiyəsini yerinə yetirsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Es-siyamu cunneh", oruc qalxandır. "Fe izâ kâne yevmu savmi ahadikum", sizdən birinin oruclu günü olarsa, rafəs etməsin. Yəni yoldaşı ilə yaxınlıq və bu barədə danışıq və s. etməsin. "Və la yasxab", və qışqırmasın. "Fe in sabbahu ahadun aw şatama", əgər kimsə onu təhqir edər və ya söyərsə, desin ki, mən orucluyam. Yəni, mən orucluyam deməklə, oruc tutan insan birinci özünə xatırladır ki, mən orucluyam. Yəni, özünü ələ alsın, təmkinli, səbirli olsun, orucunu qorusun və həmçinin qarşısındakı insana da xatırladır ki, mən orucluyam. Yəni, əgər lazım olsa, sənin cavabını verə bilərəm, lakin orucun hörməti var. Orucun hörmətini qoruyaraq insan cahilin etdiyi cahilliklə özü də cavab verməli deyil. Necə ki, namaz qılan insan namazda ikən namazını qoruyur, namazda ikən kimsə ona söz atsa, söysə, təhqir etsə, namazın hörməti var. Namazda ikən ona artıq heç nə demir, dilini qoruyur, artıq şeylər etmir və həmçinin də oruc da buna bənzərdir. Oruc da böyük ibadətdir və insan orucunu qorumalıdır. Və həmçinin Ramazan ayı Qur'an ayıdır. Ramazan ayı Qur'an ayıdır və Qur'an Ramazan ayında nazil edilmişdir. Ramazan ayında ümumiyyətlə Tövrat, İncil, Zəbur və həmçinin Qur'an da Ramazan ayında nazil edilmişdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem hər il Ramazanda Cəbrail mələyə Qur'anı danışardı. Hər ildə, hər Ramazanda bir dəfə təkrar danışardı və dünyadan köçən ili isə sonuncu Ramazanda Cəbrail mələyə 2 dəfə Qur'anı danışır. Və buna görə də keçmiş salih müsəlmanlar, hansı ki biz indi özümüzü o keçmiş salih müsəlmanlara nisbət edirik. Salih sələflərin yolunu getdiyimizi iddia edirik və bu yolu getməyə çalışırıq və salih müsəlmanlar Ramazan olduqda özlərini Qur'ana həsr edərdilər. Gecə və gündüz Qur'anla yaşayardılar. Onu təkrar oxumaqdan usanmazdılar. Qur'andakı xəbərləri təkrar eşitməkdən, tilavət etməkdən yorulmazdılar. Və onların bəziləri 3 günə xətm edərdi. Bəziləri həftədə bir dəfə, bəziləri 10 gündə. Və eləsi də olurdu ki, 2 gündə bir xətm edərdi. Və İmam Şafi'dən rəvayət olunur ki, o Ramazanda 60 dəfə xətm edərdi. Lakin onun bu xətm etməsi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalif olaraq yox, Qur'anı sevdiyi üçün, Qur'andan ayrıla bilməməsi üçün
Kur'anla yaşayardı ve Kur'an'ı tekrar okuyardı. Lakin en efsali, en doğrusu Peygamber sallallahu aleyhi ve sellemin dediği kimi 3 günden tez hatm etmemektir. Ve İmam Malik Ramazan ayı dahil oldukta hadis qiraətindən, hadis oxumaqdan və ilm əhli ilə məclislərdən çəkilərdi kənara və Qur'an tilavətinə, Qur'anı mushafdan, yəni kitabdan oxumağa tərəf üst tutardı. Və bu da bizim keçmiş salih sələflərimiz, müsəlmanlardır. Ki sonra gələnlər də özlərinə bu keçmiş salih müsəlmanları nümunə götürməlidirlər. Qur'andan hər bir müsəlmanın payı olmalıdır. Vaxtını ayırmalıdır Qur'an üçün. Gecələrini az da olsa Qur'an üçün ayırmalıdır. Əgər belə olarsa, qiyamət günü Qur'an insana şahidlik edəcək, şəfaatçilik edəcəkdir. Və hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Es-siyamu vel-Qur'anu yeşfa'ani lil-abdi yevmel-qiyamah." Oruc və Qur'an qiyamət günü qula şəfaatçilik edəcək. Oruc deyəcək ki, ey Rəbbim, mən onun yeməyinə və şəhvətlərinə gündüz ikən mani oldum. Və Qur'an deyəcək ki, ey Rəbbim, mən gecə ikən onun yuxusuna mani oldum və məni onun üçün şəfaatçi et və hər ikisi həm Qur'an həm də oruc qiyamət günü şəfaatçilik edəcəkdir. Yəni bu da ölümdən sonra, yəni qiyamət gününə aid olan şeylərdəndir. Qeybi məsələlərdir ki, yəni dünyada olan mənəvi şeylər, hissi olmayan, maddi olmayan şeylər qiyamət günü Allah Teala onlara cisim verəcək və onlara dil, danışıq qabiliyyəti verəcək. Necə ki, insanın qiyamət günü əli, ayağı, dərisi danışacaq, özünə, əleyhinə şahidlik edəcək, etdiyi günahları xəbər verəcək və həmçinin yəni oruc da, Qur'an da və s. hansı ki, Qur'anda hədisdə gələn və Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verdiyi bəzi şeylər olacaq ki, qiyamət günü onlar şahidlik edəcək, şəfaət edəcəkdir. Və oruclu insan Ramazan ayında həm danışığını, həm əməllərini gözəl etməlidir. Həm dilini qorumalı və həmçində əməllərini. Və bir də Allah Teala'nın ona verdiyi malından Allah yolunda xərcləməli, yəni sədəqə etməlidir. Və kim bunu edərsə onun üçün sanki gözəl bir borc olar. Allah yanında saxlanılan, Allah Teala buyurur Səba surəsində, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ Və siz nə xərcləsəniz də, hər hansı bir şeyi nəfəqə etsəniz, Allah onun əvəzini verəcəkdir. Yəni dünyada bərəkət, səadət, qəlb genişliyi olur və axirətdə də Allah Teala tam şəkildə insana mükafatını verəcəkdir. Əbədi qalan, tükənməyən, yox olmayan nəim cənnətlərində. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Mə min yevmin yusbihul ibadi fi" Qulların sabahladığı hər bir gün 2 mələk nazil olur və birisi deyir ki, Allahım, xərcləyənin malının əvəzini ver. Digəri isə deyir ki, Allahım, saxlayanın, xərcləməyənin malını tələf elə. Və müsəlman da Ramazan ayında və ümumiyyətlə başqa vaxtlarda da yəni digər müsəlmanların, digər insanların halı ilə maraqlanmalıdır ki, yəni ehtiyacı olanlara yardım edənlərdən olsun. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu məsələdə gözəl nümunə idi və insanlar içərisində ən səxavətlisi idi. Və verəndə, sədəqə edəndə elə verirdi ki, kasıblıqdan, yoxsulluqdan heç qorxmayan insan kimi. Və Ramazan ayını da səxavətlə qarşılayardı. Gözəl şəkildə qarşılayardı. Və ümumiyyətlə Ramazan ayında, orucda əsas məqsəd insan nəfsinin islahıdır. İnsanın nəfsinin təqvalı olmasıdır.
Kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettekun. Sizden öncekilere farz edildiği kimi oruç size de farz edildi ki siz təqvalı olasınız deyə. Və orucda məqsəd insan nəfsinin tərbiyələnməsidir. Nəfs itaətdə tərbiyələnsin. Nəfs düzəlsin, təmizlənsin səbirlə. Şəhvətlərinə qalib gəlməklə. Və insanın ən dəyərli vaxtlarından birisi Ramazan ayıdır. Ramazanın günləri və gecələridir. Və əgər bir müsəlman Ramazan ayının vaxtlarını zay edirsə, bu dəyərli vaxtları, hansı başqa bir vaxtlarda o özünü islah edəcəkdir? Başqa hansı vaxtda insan öz halını düzəldəcək, təqva əhlindən olacaqdır? Və hər bir müsəlmanın da oruc ayı, Ramazan ayı davamlı şəkildə şəhvətlərinə qarşı bir mübarizə ayı olmalıdır. İbadətlə, itaətlə Allaha ayrılmaq, qəlbinin islahı və bu elə bir mövsümdür ki, tövbə, Allaha dönmək, Allaha qayıtmaq mövsümüdür. Və hər kəs də özü ilə Allah arasında olan günahları daha yaxşı bilir. Hər kəs bilir ki, özü ilə Allah arasında nələr var, nə günahlar var, nə asiliklər var və hər kəs də bilir ki, qəlbində nələr gizlədilib saxlanılmışdır. Və tövbə qapısı da daim açıqdır. Ölüm gələnə qədər və yaxud da günəş batdığı yerdən çıxana qədər. Və kim də günahlarda həddi aşıbsa, asilikləri çoxalıbsa, tövbə qapısı açıqdır. Hər zaman tövbə edə bilər və əgər bu mövsümlərdə insan tövbə etməsə, xeyir mövsümlərində tövbə etməsə, onda nə zaman o Rəbbinə dönəcəkdir? Nə vaxt Allah Təala'nın bağışlaması, Allahın mərhəmətinə qovuşacaqdır. Və Allah Təala'dan istəyirəm ki, bizi eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah Təala bizi Ramazan ayına afiyətli halda qovuştursun və Ramazandan bağışlanaq çıxan qullarından etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.